Baxaq dördüncü sual nədir? Deməli, dördüncü sualda bizdən soruşur ki, Kate-in valideynləri Amerikaya getmədilər çünki niyə getməmişlər Amerikaya? Baxın yoldaşlar, burada transkriptə diqqət yetirsəz, dəqiqə açılsın. Burada yazılıb ki, mənim atamla anam, baxın burada. My mother and father remained in Hungary. Atamla anam deyir Macaristanda qaldılar. They didn't come away with me. Mənlə gəlmədilər. Sonra başlayır niyəsini deməyə. Deyir ki, mənim atam universitetdə tarix professorudur. He wasn't very famous. Çox da məşhur deyil. Amma deyir anam tamamilə məşhurdur. She was a pianist. Çünki pianisti. She played lots of concerts in Hungary. Macaristanda çoxlu konsertlər olur deyir. İndi variantlara baxsaz, hansı variant uyğun gəlir görün. Deməli, açılsın. Baxın, A variantında deyir ki, they loved Hungary very much. Macaristanı çox sevirdilər. Yox, bizə səbəb olaraq bunu vermir. B variantında deyir ki, they had jobs in their motherland. Motherland nə deməkdir yoldaşlar? Ana vətən yəni. Deyir ki, onların ana vətəndə işləri var idi. İşləri də nə idi? Atası tarix professoru idi, anası da pianist idi. Buna görə də qızla gəlməmişlər. Cavab elə olur B variantı. Okeydir, başa düşdü səhvimizi. Bəli, müəllim. Okey, baxın C variantında deyir ki, onlar məşhur universitet professorları idilər. Bu hər ikisinə şamil olunmurdu. Atası idi universitet professoru, amma famous değildi, məşhur değildi. D'də deyir ki, they couldn't meet their ends in America. Öz sonlarını Amerikada görmürdülər. Bunun heç əlaqəsi yoxdur. Y'də də deyir ki, bütün dünyada konsertlər olur ona görə. Y variantını da çıxırıq. Düzgün cavab olur B variantı. 5-ci sualda da sizi çaşdırmasın. Dinləmə mətnində Budapeşt deyirdi, amma variantlarda Budapeşt yoxdur. Budapeşt Macaristanda yerləşir. Ona görə də 5-də cavab B variantı çıxır. Əgər bu sualda qarışıqlıq yaranıbsa. 5-də də olur B variantı. İndi keçək mətnlərin izahına. Mətnlərin izahına keçməzdən əvvəl sizə birinci onu deyim ki, mətnləri qəti şəkildə tərcümə eləmirsiniz. Çünki ən çox vaxt aparan şeylərdən biri mətni tərcümə eləməkdir. Sual verə bilərsiniz ki, tərcüməsiz mətn eləmək olmaz. Okey, sizə qatılıram. Çünki söz bazası olmadan mətn həll eləmək çətindir. Buna görə də ən birinci növbədə artırmalı olduğunuz sizin söz bazanızdır. Çünki əgər normal söz bazanız olmasa, mətnləri həqiqətən həll eləməkdə çətinlik çəkəcəksiniz. Amma tərcümə eləmədən, açar sözlərlə müəyyən qədər həll eləmək olur həqiqətən. 3 dənə sual da olsa cavabını çıxartmaq olur tərcüməsiz. Mətni necə həll eləyəcəksiniz uşaqlar? Birinci, başdan aşağı mətni 2-3 dəqiqə ərzində gözdən keçirirsiniz. Gözdən keçirəndən sonra orada ola bilər ki, sizə yer adı verilsin, orada ola bilər ki, sizə tarix bildirən söz olsun, filan ildə doğuldu, filan ildə harasa köçdü. Belə şeylərin altından həmişə xətt çəkin. Xətt çəkəndən sonra gəlin suallarla işləyin. Sualda müəyyən qədər açar söz olacaq. Hansı ki, sizə yol göstərəcək o söz ki, mətndə mən filan yerdə bunu görmüşdüm. Tələbələr 2 cür həll eləyir mətni. Bir, mən dediyim kimi, birinci 3 dəqiqə ərzində gözdən keçirirlər, ondan sonra həll eləyirlər. İkinci cür də o cür elə həll eləyirlər ki, suallara baxırlar, sualda tapdıqları sözü gedib mətndə araşdırırlar. Hər iki yolla da həll eləyə bilərsiniz. Prosta özünüzü yoxlayın da, görün hansı yolla daha çox düzünüz çıxır, elə gedin. Amma ikisi də yaxşıdır, ikisi də səmərəlidir. Eləməməli olduğunuz tək şey odur ki, mətni tərcümə eləmirsiniz. Ümumiyyətcə bilmirəm, aranızda məlumatı olan var yoxsa yox. Ola bilər ki, bilmirsiniz də magistrda ingilis dili necə düşür. Magistrda ingilis dilində ümumiyyətcə bu göndərdiyim tipdə olur. Bir dənə listening olur, 2 dənə mətn olur, 5 dənə də leksik, qrammatik qarışıq suallar olur. Qrammatik sualları demək olar ki, çıxardıblar qəbuldan. Ümumiyyətcə bu ilin qəbuluna qrammatika adı altında saldıqları şey də tərcümə idi. Sırf tərcümə ilə çıxırdı. Yəni mən düşünürəm ki, bu ildən qrammatikanı yığışdıracaqlar ki, yığışdırsalar əla olar. Çünki biz sizlə 13 dənə qrammatik mövzu keçirik. 13 dənə qrammatik mövzudan ya 2 dənə sual düşür, ya 3 dənə sual düşür. O düşən sualında 2 dənə variant arasında qalırsa, yenə tərcümə ilə çıxır cavabı. Ona görə düşünürəm ki, bu ildən qrammatika yığışdırılsa əla olar. Həm sizin müsbətiniz olar, həm bizimki söz bazarının üstünə daha çox düşərik.
5 balımız da essedən gələcək. Esse məcburi deyil, könüllü şəkildədir. Amma mən sizə tövsiyə edirəm ki, esseni yazasınız. Çünki ixtisas seçimində inşallah qəbul olandan sonra görəcəksiniz ki, yəni magistrda 1 bal da 1 baldır. Elə uşaq var ki, 1 bala görə istədiyi ixtisasdan kəsilir, qəbul ola bilmir və yaxud da ki, 1 bala görə ixtisasının pulusuna düşür. Ona görə essenin ən çox rol oynadığı şey sizin balınızı artırmaqdır. Çalışın ki, esseni yazasınız. İnşallah gələcək dərslərimizdə hardasa bir 5-6 dərsdən sonra hələ tezdir. Esseni də keçəcəyik sizlə. Bir də yəqin ki, bu ildən speaking salacaqlar, amma speakingin məcburi olacağını düşünmürəm, çünki hələ ilk ilidir. O da ki, salsalar belə çətin olmayacaq. Çünki ilk ilinin tələbələri sizsiz speakingin. Düzdür, hələ rəsmi qərar çıxmayıb, amma bizə Dimin əməkdaşı məlumat verib ki, speaking olacaq. Yəni yəqin ki, %90% speaking düşəcək sizə. Başqa imtahan formatı ilə bağlı sualınız varsa deyin, yoxsa yavaş-yavaş izaha keçək. Yəni çəkinməyin, suallarınızı verin. Mən dərsdə tələbələri məndən çəkinməyin xoşlamıram. Müəllim, onda biz speaking üzrə də hazırlaşacağıq. Hə, kursda başqa müəllim olacaq speakinglə bağlı. O əlavə ödənişlə olacaq speakingi hansı tələbə istəyirsə. Yəni öz müəllimlərimiz keçməyəcək yəqin ki, çünki öz müəllimlərimizin cədvəli çoxdur. Həm speakingi, həm o birisi dərsi keçmək üçün cədvələ bölünmək olmur. Məsələn, mən həftədə 6 gün dərs götürürəm, 1-6. Birinci gündən 6-cı günə qədər. Plus da ki, full cədvəlim olur, ona görə speakingi əlavə vaxtım olmur. Ən yaxşısı başqa müəllim idi, o da ki, speakingi başqa müəllim keçəcək. Düzü, öz vaxtım olsa tələbələrimin speakingini özüm keçmək istəyirəm mən. Amma başqa müəllim də olacaq, əlavə ödənişlə. Müəllim, speaking könüllüdür yoxsa? Onu hələ ki rəsmi məlumat çıxmayıb, yenə deyirəm. Amma yəqin ki, könüllü olacaq, çünki ilk ilinin tələbələri sizsiz. Nə qədər bal verir müəllim speaking? Əgər qrammatika yığışılsa, yəqin ki, speakingə qrammatika, axırdakı o leksik qrammatik sualları götürəcəklər. 5 balınızı speakingə verəcəklər. Ya da mən düşünürəm ki, esse ilə speakingin arasında seçim qoyacaqlar. Çünki elə tələbə var ki, yazısı yaxşı olur, elə tələbə var ki, danışığı yaxşı olur. İki seçim qoyacaqlar ki, ya speakingi seç, ya esseni. Format olduğu kimi qalacaq, o da 5 bal verəcək. 5 baldan artıq verəcəyini düşünmürəm. Başqa sualınız var, yoxsa keçək dərsə? Okey, keçək dərsə. Ümumiyyətcə, onlayn dərsə qoşulanda elə bilməyin ki, onlaynda mən sizi görmürəm. Sizə lüğətdə atacağam, lüğəti də öyrənəcəksiniz. Hər dəfə dərsdə bir-bir adınızı çəkəcəm, mikrofonu açıb cavab verəcəksiniz suallara. Üzündən oxumağa heç cəhd göstərməyin, çünki uzaqda olsanız da mən hiss edirəm üzündən oxuyanda. Onsuz oradan-buradan verəcəm, oxuya bilməyəcəksiniz. Sözlər mütləqdir, həqiqətən sizin yaxşılığınıza görə deyirəm. İnşallah sentyabrdan dərslərə tam başlayanda da görəcəksiniz. Onsuz bu 2 ay müddətində sizlə proqramın 80%-ni qutaracağıq. Amma sentyabrda sizə o qədər kömək olacaq ki, o bir uşaqlardan nə qədər qabaqda olduğunuzu görəcəksiniz. İndi başlayaq sualların izahına. Harda qırılma oldu, harda başa düşmədiyiniz şey olsa, kəsin soruşun məndən. Yanınızda da dəftəriniz, qələminiz olsun, bilmədiyiniz sözləri qeyd eləyin. Mən uşaqlardan sözləri sinonimləri ilə soruşuram. Hər dərsdə sinonimləri qeyd eləyirəm. Vay o uşağın halına ki, sinonimini soruşanda bilməsin. İndi başlayaq sualları Müəllim, bir-bir sual izah vermək olar. Bəli. Bu mətni siz oxumusunuz? Hə, oxumuşam. Oxumasam necə izah eləyim? Mən keç qoşulmuşam, mən də gəldim ona görə. Mətni görə bilməmişdim. Kitablarla bir yerdə oxumağı nəzərdə tutursan? Bəli. Yox. Onu siz özünüz evdə oxuyub həll eləməli deyildiniz. Hələ burada mətni də mən oxumalıyam. Yox, mətni mən elə bildim birinci dərs, ilk dərs bu gündür ona görə. İlk dərsi də bu gün. Bəli. İlk dərsi bu gün. Mətni Aha. mətni oxuyub sonra suallar. Siz bundan əvvəl mətn oxumusunuz?
Yox, mətni mən sizə ümumiyyətlə mən bu sınağı sizə evə atmışam ki, evdə həll eləyəsiniz. Bayaq da uşaqlara onu deyirdim ki, mətni tərcümə eləməyə ehtiyac yoxdur. Gözdən keçirirsiniz, sonra suallarla işləyirsiniz. Yəni hər dəfə dərsdə oturub mətn oxuyub tərcümə eləməyəcəyik. Onu soruşursansa əgər. Bəli, tamam anladım. Okey, indi izaha qulaq asın, onsuz izah elədikcə özünüz tutacaqsınız necə həll eləməli olduğunuzu. Deməli, başlayaq 6.1-ci sualdan. 6.1-ci sualda deyir ki, as time passed, zaman keçdikcə, everybody observed the benefit of the phone. Observe nə deməkdir? Müşahidə eləmək. Deyir ki, hər kəs müşahidə elədi nəyi? Benefit nə deməkdir? Üstünlük, telefonun üstünlüyünü. İndi mənə yol göstərən söz, bax bu as time passed-dir. Zaman keçdikcə. Heç vaxt mətndə olduğu kimi vermirlər, qarşılığı ilə verirlər. Gəlib 3-cü paragrafa baxsaz, baxın bu hissəyə. Yazılıb ki, but as time went on, lakin zaman keçdikcə, and more telefon lines və daha çox telefon xətləri, setupdakı uşaqlar quraşdırmaq deməkdir. Quraşdırıldıqca, everyone saw how important it was. Hər kəs gördü ki, o nə qədər əhəmiyyətliymiş, önəmliymiş. Deməli, 6.1-ci sual nə olacaq? True olacaq. Olduğu kimi var. Bir də ki, uşaqlar yadınızda saxlayın ki, 6-cı sualda heç vaxt 4-ü də eyni variant olmur. 6-cı sualda ya 3 dənə true olacaq, 1 dənə false olacaq, ya 3 dənə false olacaq, 1 dənə true olacaq, ya da 2-nin 2 olacaq, 2 true, 2 false olacaq. Heç vaxt 4 dənə false, 4 dənə true olmur. Və 6-cı sualda, 6-cı və 11-ci suallarda, true false suallarında əgər siz 3 dənə düz yazmısınız, bir dənə səhv eləmisinizsə, bu sualınıza 0.5 bal verəcəklər. Əgər ikisini səhv, ikisini düz yazmısınızsa, onda 0 bal verəcəklər. Yəni yarım bal o təqdirdə alırsınız ki, 3 dənə düz öz çıxsın. Dedim ki, balınızı təsir elədiyimi biləsiniz. Sonra baxırıq ikinci suala. 6.2-ci sualda deyir ki, disability of both of his parents. Disability nə deməkdir? Əlillik, düzdür. Deyir ki, hər iki valideynlərinin əlilliyi onu stimulate elədi. Stimulate nə deməkdir? Ruhlandırmaq. Onu deyir, ruhlandırdı. Nəyə ruhlandırdı? Invent new ways to solve the problem. Problemi həll eləməyə, yeni yollar ixtira eləməyə ruhlandırdı. Mənə burada yol göstərən söz disability of both of his parents-dir. Hər iki valideynin əlilliyi. Amma elə hər iki valideynin əlilliyi sözü səhvdir. Mətnə gəlib baxsaz, birinci paragrafa baxsaz. Birinci paragrafda, deməli, birinci paragrafda orada yazılıb ki, Belin yoldaşı ilə anası. Yoldaşla anası hər ikisi deaf idi. Deaf nə deməkdir uşaqlar? Kar. Bəli, kar. Baxın bu hissəyə. Because both his mother and wife were deaf. Disable sözün olduğu kimi yazmayıblar. Ümumiyyətlə, disability əlillikdir. Disabled yazılan amma əlil deməkdir, əlil. Mən görürəm ki, mətndə əlil sözü yoxdur. Amma nə var? Kar. Kar olan adam da əlildir, düzdür. Amma valideynləri deyil, kimdir? Anası ilə yoldaşı, wife yoldaşı deməkdir. Ona görə 6.2 nə olacaq? False olacaq. Çünki burada yazılıb ki, hər iki valideynin əlilliyi. Sonra baxırıq 6.3-cü suala. Deyir ki, the telephone allowed rapid responses to unexpected events. Telefon icazə verdi nəyə? Rapid nə deməkdir? Rapid fast sözünün sinonimidir. Fast nə deməkdir? Cəld tez, cəld tez. Rapid də, fast da ikisi də cəld deməkdir. Telefon deyir ki, cəld cavablar gözlənilməyən hadisələrə, unexpected də gözlənilməyəndir. Gözlənilməyən hadisələrə cəld cavab verməyə icazə vermişdir. Gəlirəm mətndə həmin hissəni tapıram. 4-cü abzasa baxsaz, baxın 4-cü abzasda olduğu kimi var. Allowing fast responses. Orada rapid yazılıb, burada fast yazılıb. Mən bilməsəm ki, rapid ilə fast bir-birindən sinonimdir, bunu false götürə bilərdim. Allowing fast responses to unexpected events. Gözlənilməyən hadisələrə cəld cavab verməyə icazə verdi. Onda deməli 6.3 nə olacaq? True. Sonra baxırıq 6.4-cü suala. 6.4-də deyir ki, Alexander Graham Bell stopped inventing, ixtiranı dayandırdı. Nədən sonra? Telefondan sonra və heç bir deyir, proyekt üzərində işləmədi. Ən axırıncı abzasa baxsaz,
Yazılıb ki, Bell did not stop with the telephone. Bell telefondan dayanmadı. O neynədi deyir? He kept working on different projects. Müxtəlif proyektlər üzərində işləməyə davam elədi. Onda 6.4 nə olacaq? False olacaq. Çünki orada stopped inventing yazılıb. Sonra baxırıq 7-ci suala. Curiosity sözünün mənasını tapmısınız, nə deməkdir? Maraq. Nədəsə maraqlı olmaq. Bəli, curiosity maraq deməkdir. Bir də bunun sifət forması var, curious. Curious sözü də hər şeylə maraqlanan adamlara deyirlər. Curiosity maraq deməkdirsə tapmaq çox asandır. Nə olacaq? Interest. Bəs digər sözlərin mənasına baxmısınız? Unwillingness nə deməkdir? Unwillingness istəksiz, həvəssiz deməkdir. İstəksizlik daha doğrusu. Çünki bu isimdir. Indifference laqeyd. Laqeydlik. Silence zaten adından aydındır. Yəni bilərsiniz bunu. Səssizlik. Leadership də liderlikdir. Bir də uşaqlar. Burada indifference-dan sifət halı var onun. Bunu hamımız qeyd edin. Indifferent sözünün hansı uşaqdan soruşamsa deyir ki, müxtəlif olmayan. Indifferent sözünün müxtəliflə heç bir əlaqəsi yoxdur. Indifferent laqeyd deməkdir. Laqeyd, biganə. Bunu hamımız qeyd edin. Sonra kimsə bunu bilməsə öldürəcəm onu. Indifferent laqeyd, biganə deməkdir. Sonra baxırıq 8-ci suala. 8-ci sual hər il qəbula mətnlərdən birində düşür. Filan paragraf hansı cümlə ilə başlayır? Bu suala diqqətlə qulaq asırsınız. Əgər sizə paragraf hansı cümlə ilə başlayır deyirsə, məsələn, məndən burada 4-cü paragrafı soruşur. Əgər məndən 4-cü paragrafı soruşursa, qəti şəkildə gedib 3-cü paragrafın sonuna baxmırsınız. Və yaxud da 5-ci paragrafın əvvəlinə baxmırsınız. Əgər mətn paragraflara bölünübsə, hər paragraf da bir dənə ideyadan bəhs olunur. Və paragrafda gəlirsiniz, məsələn, bizdən 4-cünü soruşur, düzdür? 4-cü paragrafda gəlirsiniz və bu nöqtələrdən sonraki 1-ci və 2-ci cümləyə baxırsınız. 100% ki, həmin cümlədə sizə yol göstərən söz var. Gəlib həmin o yol göstərən sözdən tutursunuz və əvvəlindəki cümlə ilə aralarında məntiqi bir bağlılıq yaradırsınız ki, ardıcıl şəkildə getsin. O nə deməkdir? Bax, məsələn, nöqtələrdən sonra 1-ci və 2-ci cümləyə baxıram. Yazılıb ki, he believed it could help people understand each other better. Deyək ki, o inanırdı ki, bax, mənə yol göstərən söz bu itdir. İt bilirik ki, 3-cü şəxsin təkidir və cansız mübtədadır. Elə şey qoymalıyam ki, cansız bir şeydən söhbət getsin. O deyir, insanlara bir-birini daha yaxşı başa düşməyə kömək edəcək və onları daha da yaxınlaşdıracaq. Sonra 2-ci cümləyə baxıram ki, bunun nəzərdə tutduğu o nədir? Bax, 2-ci cümlədə mənə işarə göstərdi. The telephone. Deməli, o işarə elədiyi nəymiş? Telefon. Telefon became essential for business. Sonrası mənə lazım deyil. Telefon deyil, önəmli olmağa başladı. Deməli, nöqtələrin yerinə qoyduğu cümlənin haqda olmalıdır. Telefon haqqında, düzdür? Gəlirik, baxırıq. A variantına baxsaq, A-da deyir ki, Bell saw the telephone more useful than normal. Elə A variantı düzdür də. Deyir, Bell gördü ki, telefon normalından daha usefuldur. Useful nə deməkdir? Faydalı. Telefon normaldan daha faydalıdır. A variantı düzgün cavabımdır, amma digər variantları da yoxlayaq. B-yə baxaq. B-də deyir ki, Bell did not possess any creative ideas. Possess uşaqlar, sahib olmaq deməkdir. Deyir ki, Bell başqa heç bir yaradıcı ideyalara sahib deyildi texnologiya üzərində. B-nin əlaqəsi yoxdur. C-yə baxaq. Bell has suffered from. Suffer from nə deməkdir? Əziyyət çəkmək, düzdür? Nədənsə əziyyət çəkmək. A serious disease. Disease nədir bəs? Xəstəlik. Deyir ki, Bell uşaqlığından bəri ciddi xəstəlikdən əziyyət çəkirdi. Orada xəstəlikdən danışır? Yox. C variantı da səhvdir. D-yə baxaq. Bell stopped to produce the phones because of people. Deyir ki, Bell insanlar səbəbindən telefon istehsalını dayandırdı. Əlaqəsi yoxdur. Y-yə baxaq. Bell was influenced by his parents' disabilities. Deyir ki, Bell valideynlərinin əlilliyindən influence olmuşdu, təsirlənmişdi, əlaqəsi yoxdur. Çünki bizdə nöqtələrin yerində nə haqda məlumat olmalıdır? Telefon haqqında. O da hansı variant? A variant. Bu sual hamıya okeydir. Düşsə eləyə biləcəksiniz bundan sonra bu yolla. Bəli.
Okey. Mən Keçək deyim, bir 9-cu dənə suala. zəhmət olmasa bağışlayın sözünüzü kəsirəm. Bir dənə bu sualı təzədən başa sala bilərsiniz zəhmət olmasa. Mən onu çatdırmadım, internet qırıldı. Eşidə bilmədim. Aha. Bax, ümumiyyətcə Hı. paraqraf hansı cümlə ilə başlayır deyirsə, məsələn, burada səndən neçənci paragraf soruşur, dördüncünü düzdür? Hı. Əgər səndən 4-ü soruşursa, sən gedirsən 4-cü paraqrafda nöqtələrdən sonraki birinci və ikinci cümləyə baxırsan. Mütləq ki, orada sənə yol göstərən söz olacaq. Ümumiyyətcə, mətn paraqraflara bölünübsə, hər paraqrafda bir ideyadan bəhs olunur və paraqrafın özünə baxmalısan. Hansını soruşursa o paraqrafa baxırsan. Bax, məsələn, 4-cü paraqrafda nöqtələrdən sonraki cümlədə nə deyir? Deyir, o inanırdı ki, o kömək eləyəcək. Bax, sənə yol göstərən söz bu itdir. İt nə deməkdir? Üçüncü şəxsin təkində cansız şəxsin. mübtədadır. Bəli. Odur, düzdür? Hı. O. Aha. Deməli, sən nöqtələrin yerinə elə bir şey qoymalısan ki, cansız bir şeydən bəhs eləsin. İkinci cümləyə baxsan, onun nə olduğunu deyir sənə. Bax, deyir ki, telefon became essential. Telefon önəmli oldu. Deməli, o dediyi nəymiş? Hı. Başa düşdüm. Hə. Telefon. O Nöqtələrin yerinə deməli nə haqda cümlə qoymalıymışsan? telefon haqqı. Okeydir. Bəli, bəli, okeydir. Çox sağ olun. Tamam. Buyur. Keçik 9-cu suala. 9-cu sualda bizdən soruşur ki, what event caused the idea of the telephone? Hansı deyir hadisə telefon ideyasına səbəb olmuşdu? Bu haqda hansı paraqrafda danışır? İkinci paraqrafa gedək baxaq. İkinci paraqrafda baxın bu cümləyə. Yazıb ki, Bell thought that, Bell düşündü ki, he could send not only telegraph signals. Ümumiyyətcə, not only but also nə deməkdir? Bağlayıcıdır. Not only but also. Nəinki, həmçinin. Bəli, nəinki həmçinin, nəinki həm də. Deyir ki, Bell düşündü ki, o nəinki teleqraf siqnallarını göndərə bilər, həm də nəyi göndərə bilər? The human voice over a wire. Tellər vasitəsilə insan səsini də göndərə bilər. Ondan sonraki cümlədə deyir ki, this was the birth of the telephone idea. Birth nə deməkdir? Telefon ideyasının doğuluşu oldu. Deməli, onun telefonu yaratmağına səbəb nə olub? İnsan səslərini də göndərə biləcək. Bax, cavab budur. Deməli, variantlara baxsaq, görək hansı variantdadır? C variantında person voice o dəqiqə mənim gözümə girdi. Bax, deyir ki, when working on sending the message by wire, tellər vasitəsilə mesajları göndərəndə, yəni onun üzərində işləyəndə, Bell düşündü ki, insan səsini də göndərə bilər. Deməli, cavab nə olacaq? C variantı. Bu qədər sadə. Sonra baxaq 10-cu suala. Bilək uşaqlar, sizə açıq sual kimi düşən, yeganə sual bir 10-dur, bir də 15-ci sualdır. Mətnin açıq sualları. Mətndə hansı suala cavab var, hansı suala cavab yoxdur. Belə suallarda yenə heç vaxt hamısı cavab olaraq çıxmır. Minimum 2 dənə cavabınız olacaq, minimum 2 dənə, maksimumda 3 dənə. Bundan az, bundan çox heç vaxt cavab çıxa bilməz. Nə bir dənə cavab çıxmır orada, nə 4 dənə, nə də 5 dənə. Yəni 5 variantsa ya 2 ya da 3-ünü götürəcəksiniz. İndi baxaq. Birincide soruşur ki, what are the projects did Alexander Graham Bell work after the telephone? Nə deyir? Deyir ki, telefondan sonra Bell başqa hansı proyektlər üzərində işləmişdi? Bayaq 5-ci abzasda baxanda görmüşdük əslində onu. 5-ci abzasa baxın. Deyir ki, o telefonla dayanmadı. Başqa proyektlər üzərində də işlədi. Hansı proyektlər? Fotofon. A device to send sound using light. İşıq istifadə eləməklə səs göndərən cihaz. Deməli, işlədiyi proyektlər nəymiş? Onun cavabı var. Biri götürürəm. Biri oldu 1. 2-yə baxaq. How did Alexander's parents become disabled? Deyək ki, Alexander'ın valideynləri necə əlil olmuşdu? Biz bayaq qeyd elədik ki, valideynləri deyil əlil olan kim idi? Bir anası idi, bir də yoldaşı idi. İkinci sual tamamilə səhvdir. 2-ni çıxdıq. 3-də soruşur ki, why did people firstly consider that the phone was useless? Useless də yararsızdır. Deyir ki, niyə? İlk başlarda insanlar telefonu yararsız olaraq hesab eləyirdi. İnsanların telefonu yararsız hesab elədiyi var idi. Mətnə diqqət eləsəz var idi. Amma bax, burada yazılıb ki, some people didn't think it was useful. İnsanlar düşünürdü ki, o yararlı deyil. Amma niyəsi yox idi. Bizdən soruşur ki, niyə elə düşünürdülər? Niyəsi olmadığına görə götürmürsünüz. 3-ü də çıxdıq. 4-də baxaq.
How did the invention of the phone change people's life? Deyək ki, telefonun ixtirası insanların həyatını necə dəyişmişdi? Əslində elə mətn bunun haqqında danışırdı. Amma həmin sualın daha konkret cavabı hardaydı? Yazılıb ki, it completely changed how people communicated. İnsanların ünsiyyətini tamamilə dəyişdirdi. Making it possible to talk to someone far away in real time. Real vəziyyətdə çox uzaqda olan insanlarla danışığı mümkün eləmişdi. İnsanların həyatını necə dəyişdirdiyi var. Bunu da götürürük. 1 olacaq 4. 5-ə baxaq. What was the profession of Alexander's parents? Deyək ki, Alexander'ın valideynlərinin peşəsi nə idi? Bu haqda məlumat var idi. Ümumiyyətcə, Alexander'ın valideynləri haqqında məlumat yox idi. 5-i də götürmürük. Cavab nə oldu? 1, bir də 4. Birinci mətn hamıya okeydir. Sualı olan varsa soruşsun. Yoxdursa keçək ikinci mətnə. Suallarınızı verməkdən çəkinməyin. Hansı məqamı çatmalıdırsa deyin. Okey. Keçirik ikinci mətnə. İkinci mətndə eyni qaydada həll edəcəyik. Başlayaq 11.1-ci sualdan. 11.1-də deyir ki, 90 years had passed when Leonid Kulik went to search for the explosion site. Deyir ki, 90 ildən sonra Leonid Kulik həmin o partlayış yerinə getmişdi axtarışa görə. Burada elə cümlə başlayan kimi səhvdir. 90 years neçə il deməkdir? 90 il düzdür. Amma mətnin 3-cü paragrafına baxsaz, 90 yox, 19 yazılıb. 19 il keçəndən sonra. Ona görə 11.1 avtomatik false olacaq. 11.1 oldu false. Sonra baxırıq 11.2-ci suala. After observation, müşahidədən sonra Kulik was absolutely confident about cause of explosion. Deyək ki, müşahidələrdən sonra Kulik absolutely nə deməkdir uşaqlar? Tamamilə. Bəli, tamamilə completely-nin sinonimidir. Deyək ki, Kulik həmin o partlayışın səbəbindən tamamilə əmin idi. Confident də əmindir. Sizcə confident sözünün, bu sözün sinonimi nə olar? Confident əmin. Biri olar certain, əmin. Biri də olar sure. Confident, certain'dır, sure'dir. Üçü də əmin deməkdir. Bilmirsə qeyd eləyin. Deyək ki, Kulik müşahidədən sonra partlayışın səbəbindən tamamilə əmin idi. Gəlin baxaq. Əmin idi partlayışın səbəbindən. Xeyr, probably doğrudur. Ay, sağ olun. Probably nə deməkdir bəs? Yəni tam əmin değildi də. Bəli, burada yazılıb ki, Kulik decided that a meteor probably caused the explosion. Probably güman ki deməkdir. Güman ki. Deyək ki, Kulik güman eləyirdi ki, partlayışa meteor səbəb olub. Amma əmin deyilmiş ki, bu da bir gümandır. Deməli, əmin deyilsə, 11.2 nə olacaq? Bu da false olacaq. Sonra baxaq 11.3-ə. Extraordinary lights were only seen by people who live in Siberia. Extraordinary nə deməkdir? Qeyri-adi, qəribə. Qeyri-adi sözünün sinonimləri mənə kim deyər? Biri var strange, qeyri-adi. Strange var, sonra weird var, qeyri-adi. Bir də var odd sözü. İnşallah gələcəyini informatikada keçəcəksiniz. Odd həm də tək ədəddir. Bunun üçü də qeyri-adi, qəribə deməkdir. Bir də extraordinary, 4-ü daha doğrusu. Deyək ki, qeyri-adi işıqlar ancaq Siberiyada yaşayan sakinlər tərəfindən görünürdü. Bu false olacaq. Niyə? Çünki birinci paragrafa baxın, yazılıb ki, far away in Europe, Avropadan daha ötədə, daha uzaqda. Many people reported, çox insanlar report eləmişdi, məruzə eləmişdi ki, gecə səmasında unusual, bir də unusual var uşaqlar, qeyri-adi söz, onu da qeyd eləyin. Unusual da qeyri-adidir. Deyək ki, gecə səmada qeyri-adi işıqlar görünüb. Onda 11.3 nə olacaq? False olacaq. Çünki burada yazılıb ki, ancaq Siberiyada görünürdü. Amma Avropanın ötəsində də görünüb. Bunu da false götürək. Sonra baxaq 11. Əslində 4-ün cavabı avtomatik çıxdı. Çünki mən sizə bayaq qeyd elədim ki, variantın 4-ü də heç vaxt eyni ola bilməz.
11.4a olacaq, amma yenə də baxaq. The explosion was considered to be an earthquake by most people. Deyir ki, partlayış çox əksər insanlar tərəfindən nə hesab olunurdu? Earthquake nə deməkdir? Zəlzələ. Əksər insanlar tərəfindən zəlzələ olaraq hesab olunurdu. Gəlin həmin hissəni mətndə tapaq. Deməli mətndə baxın burada yazılıb ki, most people thought the explosion was probably an earthquake. O olduğu kimi var. İnsanların əksəriyyəti düşünürdü ki, partlayış çox güman ki zəlzələdir. 11.4 də olacaq true. Gördünüz burada 3 false oldu, 1 true. 3'ün 1 oldu burada. Sonra baxırıq 12-ci suala. 12-ci sualda deyir ki, no one inspected the site of explosion. Inspect nə deməkdir? Inspect yoxlanış aparmaq, uşaqlar. Bilmirsə qeyd edin. Inspect yoxlamaq, yoxlanış aparmaq. Buradan üstündən yazdım, qeyd edərsiniz. Deyir ki, heç kəs partlayış yerində yoxlanış aparmırdı 1908-ci ildə. Çünki niyə yoxlanış aparmırdılar? Gəlin baxaq həmin hissəyə. Deməli, baxın, yazılıb ki, the Tunguska Plateau is very difficult to reach. Tunguska yaylasına, platoda yayladır. Qışlaq yayla deyirlər. Ora deyir çatmaq çətin idi. So, no one went to inspect the site of the explosion. Buna görə də heç kəs həmin o partlayış yerində yoxlanış aparmırdı. Burada yazılıb reach. Cavablara fikir versəz, reach yoxdur cavablarda. Reach'in sinonimi baxın bu get to'dur. Əgər bunu da bilmirsə qeyd edin. Biri var reach, biri var to get to, bir də arrive at-lə arrive in var. Mənə arrive at-lə arrive in-in fərqin kim deyər? Aramızda bilən var. Bunu inşallah preposition'da keçəcəyik uşaqlar. Arrive at kiçik yerlərə çatmaqdır. Arrive in böyük yerlərə çatmaqdır. İndi baxın burada. Biz bayaq səbəb olaraq nəyə qeyd elədik? Tunguska yaylasına çatmaq çətin idi, ona görə yoxlanış aparmırdılar. C variantında da yazılıb ki, it was very hard to get to the place. Yerə çatmaq çətin idi, ona görə. Bu sözləri qeyd eləyərsiniz. Bunun üçü də çatmaq deməkdir. Reach, get to, arrive at, bir də arrive in. Bura qədər okeydir hamıya. Bəli. Okey, keçək 13-cü suala. 13-cü sual biraz çaşdırıcı sualdır. 13-cü sualda soruşur ki, what is the latest explanation for the explosion? Latest ən axırıncı deməkdir. Deyir ki, partlayışa daha doğrusu partlayışın ən axırıncı izahı nə idi? Yəni ən axırıncı səbəb olaraq partlayışa nə demişdilər? Gəlin baxaq, ən axırıncı abzasda olmalı idi, səhv eləmirəmsə. Deməli, ən axırıncı abzasda baxın burada yazılıb ki, some scientists seeing gas from the center of the earth. İtirdim əmin sizə, bir dəqiqə uşaqlar. Axırıncı cümlə də eləmədim. Bu paragrafına, hə. Baxın buradadır. Yazılıb ki, əslində burada səbəb olaraq çox şey veriblər. Birinci yazılıb ki, one recent theory, baxın buradan başlayır. Buradan sizi çaşdıra bilər. Meteor exploded in the air. Birinci səbəb olaraq meteor veriblər ki, meteor havada partlayıb, ondan sonra da groundda, yerə dəyib. Birinci səbəb budur. Amma bizdən ikinci, ən axırıncı səbəbi soruşur daha doğrusu. Sonra burada yazılıb ki, a more recent theory, yəqin ki, çoxunuz bunu götürmüsünüz. Suggest, güman eləyir ki, something completely different, tamamilə fərqli bir şey güman eləyirlər. Deyir ki, perhaps it wasn't something from outer space. Outer space nə deməkdir uşaqlar? Outer space bilirsiniz nə deməkdir? O Azərbaycan dilində bilmirəm, ona nə deyirlər? Ötəki dünya deyirlər. Yəni bizim dünyamız yox, o biri dünyadan gələn bir şeydir. Hansı ki, deyir, həmin o yeri dağıtmışdı. Amma bizə ən axırıncı səbəb lazımdır. Yazılıb ki, some scientists think gas from the center of the earth caused the explosion. Bax, ən axırıncısı budur. Onun əvəzinə bəzi alimlər düşünürlər ki,
yerin tam mərkəzindən olan bir qazdır, hansı ki partlayışa səbəb olub. Deməli bizdən axırıncını soruşursa, bax sizin cavabınız bu olacaq. Həmin o yerin mərkəzindən gələn qaz partlayışa səbəb olmuşdu. İndi baxaq cavablara. Cavablarda görün qaz hansı hissədədir? Baxın Y variantına. The gas from the center of Earth. Yerin mərkəzindən olan qaz idi. Hansı ki partlayışa səbəb olmuşdu, partlayışı yüksəltmişdi. Cavab olacaq Y variantı. Başa düşdünüz bu sualı da. Orada teori olaraq çox şey veriblər. Birində deyir ki meteordur, birində deyir ki öteki dünyadan gələn bir şeydir. Ən axırıncısında ama deyir ki qazdır. Sizdən də ən axırıncısını soruşduğuna görə cavab olaraq qazı götürəcəksiniz. Sonra baxaq 14-cü suala. 14-cü sualda implied siz nə deməkdir? Yəni ki bu cümlədə sizə nəyi vurğulayır, nəyi soruşur? Bir növ parafrazını götürürsünüz. Deyir ki for them, onlara görə the Tunguska explosion, Tunguska partlayışı is still one of the great mysteries of all time. Bütün vaxtın ən böyük sirlərindən biri olaraq qalır. İndi variantlara baxaq. Variantlarda A variantında deyir ki everybody is already aware of. Ümumiyyət uşaqlar to be aware of ifadəsi var. To be aware of nə deməkdir? To be aware of bilmək, agah olmaq deməkdir. Bilmək, agah olmaq. Qeyd edeyim, bu söz çox işlənir. Deyir ki, hər kəs artıq partlayışın səbəbini agah idi, bilirdilər. A variantı getdi. Niyə? Çünki cümlədə deyir ki, the great mysteries of all time, bütün vaxtın ən böyük sirlərindən biridir. Yəni sirlərindən biridirsə, hələ heç kim bunun səbəbini bilmir. Sonra baxaq B variantına. The exact cause of the explosion. Exact nə deməkdir? Dəqiq. Deyir ki, partlayışın dəqiq səbəbi isn't known yet. Hələ də bilinmir. Cavab olacaq B variantı. Çünki sirr olaraq qalırsa, hələ də bilinmir olmalıdır. Digər variantlara baxaq. Explosion is not a mystery for anybody at all. Deyir ki, partlayış heç kəs üçün sir deyil artıq. C variantı da getdi. Bizə sirr olduğu lazımdır. It is one of the amazing happenings in the world. Deyir ki, dünyada baş verən ən möhtəşəm hadisələrdən biridir. Bizə möhtəşəmlik lazım deyil, axı bizə hələ də bilinmədiyi lazımdır. D variantı da getdi. Y'də deyir ki, a lot of scientists have succeeded in finding the cause. Alimlərin əksəriyyəti, çoxu, partlayışın səbəbini tapmaqda uğurlu olublar. Yox, hələ heç kəs partlayışın dəqiq səbəbini bilmirdi. Cavab olacaq B variantı. Sonra keçək 15-ci suala. 15-ci sualda deyir ki, mətn hansı suala cavab verir? Birincidə soruşur ki, where is the Tunguska Plateau located? Located yerləşmək deməkdir. Deyir ki, Tunguska yaylası harda yerləşirdi? Mətnin ən birinci paragrafına baxsaz, yazılıb ki, Tunguska Plateau is an isolated area in Central Siberia. Harda yerləşir? Mərkəzi Siberiyada. Birin cavabı var. Biri götürürük. Sonra baxırıq digər suala. What was the problem with the meteor theory? Deyir ki, meteor teoriyası ilə bağlı problem nə idi? Meteor teoriyası ilə bağlı problemin nə olduğu var idi? Bəli, müəllim. Ortadakı ağaclar yanmamışdı. Ay, sağ ol. Meteor teorisi ilə bağlı problem oydu. Deməli, 2-nin də cavabını götürürük. Sonra baxaq 3-ə. How many days did Leonid Kulik spend on the Tunguska Plateau? Deyir ki, Leonid Kulik Tunguska yaylasında neçə gün keçirmişdi? Var idi neçə gün keçirdiyi? Xeyr. Yox idi, bəli. Prosta orada bir dənə 90 ildən sonra gəldiyi vardı. 90 yox, daha doğrusu 19 ildən sonra. Amma orada neçə gün keçirdiyi, nə qədər vaxt keçirdiyi yox idi. 4-ə baxaq. What was the area like after 19 years? Deyir ki, 19 ildən sonra həmin o ərazi necə görünürdü? Var idi məncə bunun cavabı. Baxaq 19 ildən sonra olan hissəyə. Bura baxsaq, yazıb ki, what he saw there amazed him. Orada gördüyü şey onu heyrətləndirdi. Gördüyü şey neymiş? As far as he could see. Deyir ki, o gördü ki, the trees were black. Ağaçlar qaralıb. Many lay flat on the ground. Deyir ki, çoxsu, lay flat bilirsiniz nə deməkdir? Yerdə, yəni düz şəkildə uzanıb da yerə sərilib ağaçlar.
The explosion burned perhaps 80 million trees. Həmin o partlayış da 80 milyon ağacı neyiniyib? Məhv eləyib. Deməli, ərazinin necə şəkildə göründüyü var imiş. 4-ü götürürük. Bir də baxaq 5-ə. What was the exact cause of the Tunguska explosion? Əslində bunun cavabını bayaqdan veririk. Bizdən soruşur ki, Tunguska partlayışının dəqiq səbəbi nə idi? Biz də bayaq dedik ki, Tunguska partlayışının dəqiq səbəbi hələ də bilinmir. Ona görə 5-i götürmürük. Cavabımız nə olacaq? 1, 2 və 4. Mətnlər hamıya aydındır. Ümumiyyətcə, mətnləri necə həll eləməli olduğunuza az-çox tuta bildiniz. Əslində, mətnlər praktikadır. Nə qədər çox işləsəz, o qədər rahat olacaq. Bura kimi sualı olan var, yoxsa keçək leksik sualları. Tamam. Hamıya okeysə keçək 16-ya. 16-cı sualda, ümumiyyətcə, yoldaşlar, sizə qəbulda belə açıq kimi, sual kimi düşmür bu. Qapalı sual kimi düşür. Leksik suallarda, qrammatik suallarda. Prosta mən belə salmaqda məqsədim sizin daha çox praktik eləməyinizdir. İndi baxaq, birincidə complain, birinci sözlərin açılışına baxaq, tərcüməsinə. Complain nə deməkdir? Şikayət etmək. Apologize nədir bəs? Üzr istəmək. Bəli, apologize üzr istəmək. Bəs rescue? Rescue nədir bəs? Xilas etmək. Bəli, rescue də xilas etmək. İndi baxaq tərcümələrinə. A variantında deyir ki, save somebody something. Save'dən tuta bilərik. Save nə deməkdir? Xilas eləmək, qoruyub saxlamaq. Kimisə və yaxud da nəyisə təhlükəli və yaxud da zərərli situasiyadan qorumaq, saxlamaq. Onda bu nə olacaq? Rescue. 3-ə gedəcək A. B-də deyir ki, express dissatisfaction about something. Dissatisfaction nə deməkdir uşaqlar? Dissatisfaction narazılıq deməkdir. Deyir ki, nəsə haqqında narazılığını göstərmək, narazılığını bildirmək. Bu nə olacaq? Şikayətlənmək. Complain. C-də deyir ki, tell someone that you are sorry for. To be sorry for elə üzr istəməkdir. Something that has caused inconvenience. Inconvenience da narahatlıqdır. Deyir ki, kiməsə narahatlığa səbəb olduğuna görə üzgünlüyü bildirmək, üzr istəmək. Bu gedəcək 2-yə. D variantına baxaq. To meet the expectations, needs or desires of someone. Nə deməkdir? Kiminsə expectation gözləntidir, desire də arzu istəkdir. Kiminsə gözləntilərini və yaxud da arzularını qarşılamaq heç birinə uyğun deyil. Yerdə deyir ki, please someone by giving the what they want. Kiməsə nə istədiyi bir şeyi verdiyinə görə onu məmnun eləmək. Please də məmnun eləməkdir. Satisfy də məmnun eləməkdir. Sinonimlərin yadıma düşdükcə yazın. Bir də uşaqlar gratify var. Bunların üçü də məmnun eləməkdir. Bilmirsinizsə qeyd eləyin. Ola bilər də düşərdir bu söz, görərsiniz. Olacaq 1B, 2C, 3A. Sonra baxaq 17-yə. 17-də bizdən yanlış sinonim cütlüyünü soruşur. Realize də, understand də, ikisi də nə deməkdir? Başa düşmək, anlamaq. Bizdən yanlış istəyir deyə A variantını çıxıram. Reject and refuse, ikisi də imtina eləməkdir, imtina etmək. Bir də imtina etmək, deny var. Düşsə bunu da bilərsiniz, deny də imtina eləməkdir. Manage idarə etməkdir. Məsələn, manager deyir sizə, o sözdən yaranıb belə, manage-dən. Manage idarə etməkdir. Amma insist təkid eləməkdir. Təkid eləmək, israr eləmək, inad eləmək. C variantı səhvdir. C-ni götürürəm. D variantında accept də, receive də, ikisi də nədir? Qəbul etmək. Qəbul etmək biri də var. Admit. Bu da qəbul eləməkdir. Y variantında da increase and raise, ikisi də artmaqdır. Artmaq, qaldırmaq. Y-ni də çıxırıq, düzgün cavabımız olacaq C variantı. Sonra baxaq 18-ci suala. 18-ci sualda bizdən nə soruşur? The teacher was so pleased with the students. Pleased biz nə deməkdir? Məmnun olmaq, düzdür? Deyir ki, müəllim tələbələri ilə çox məmnun idi. As burada çünki mənasındadır.
Biri var as, biri var since, biri də var because. Bunlar üçü də uşaqlar çünki deməkdir. Since-in həm də nə mənası var? Qədər. Yox, since-in bir də bəri mənası var. Since həm də bəri deməkdir. Məsələn, deyirəm ki, since tutaq ki 1990. 1990-dan bəri. Since-in bəri mənası var. As-in həm də kimi mənası var. Məsələn, deyirəm ki, sən anan kimi gözəlsən. Tutaq ki, you are beautiful as your mother. As-in həm də kimi mənası var. As your mother. As həm kimidir, həm çünkidir. Since həm bəridir, həm də çünkidir. Bunları qeyd edin. Üçü də bağlayıcıdır. Deyir ki, müəllim tələbələrindən razı idi. Çünki A variantında deyir ki, they had quarrel with other members of the school. Quarrel with nə deməkdir? Bax, buradan qeyd edirəm. Bir quarrel with'dir. Quarrel with. Bir də argue with var. Quarrel with, argue with. İkisi də mübahisə etmək deməkdir. Deyir ki, çünki onlar məktəbin digər üzvləri ilə mübahisə eləmişdilər. A variantını çıxdıq. Bizdən soruşur ki, məmnun idi. Niyə məmnun idi? B-də deyir ki, they were always frank with each other. Çünki onlar həmişə bir-birləri ilə səmimidirlər. Bir də frank sözü var. Biri frankdır, biri də sinciyədir. İkisi də səmimi deməkdir. Bax, qeyd edirəm, gələn dəfə bunları sizdən soruşacağam. B variantı düzdür, çünki onlar bir-birlərindən səmimidir. B-ni götürürük. C-də deyir ki, they often spend their time on unnecessary things. Unnecessary də yararsız deməkdir. Necessary yararlıdır, unnecessary də yararsız. Deyir, çünki onlar həmişə vaxtların yararsız şeylərə xərcləyirlər. C variantını çıxdı. D-də they could hardly solve any issues. Hardly cümləni nəyə çevirir uşaqlar? İnkara. İnkara. Bəli, hardly cümləni inkara çevirir. Deyir ki, onlar heç bir daha doğrusu çətin ümumiyyətcə məsələni həll edə bilmirlər. D variantını da çıxdı. Bir də ki, indidən deyim yadınızda qalsın. Əgər cümlədə hardly işlənibsə, həmin cümlədə ikinci bir inkar ola bilməz. Çünki hardly inkar əvəzliyidir. Onun olduğu cümlədə ikinci bir inkar işlənə bilməz. Bax, məsələn, deyirəm ki, tutaq ki, I hardly come to the party. Yəni ki, mən partiyə çətin ki gəlim, gəlməyəcəm də, yəni düzdür. Əgər mən buraya götürüb yazsam ki, I hardly, daha doğrusu bir dəqiqə, I hardly don't come yazsam, bu cümlə tamamilə səhvdir. Çünki hardly'nin olduğu cümlədə ikinci bir inkar ola bilməz. Bunu da qeydçini yadınızda saxlayın. Hardly inkar əvəzliyidir. Hardly'nin olduğu cümlədə ikinci bir inkar ola bilməz. Amma bu aiddir sadə cümlələrə. Mürəkkəb cümlələrdə onlar da vergül qoyar və yaxud da ortaya bir dənə bağlayıcı atar, cümləni bir-birindən ayırır. Onda həmin cümlələrin inkarının bir-birinə əlaqəsi yoxdur. Amma bir sadə cümlədə iki dənə inkar ola bilməz. Bunu zaten abituriyent vaxtda keçmişdik. Y variantında da deyir ki, they were unable to read the original books. Çünki deyir onlar orijinal kitabları oxuya bilmirlər. Unable da bacarıqsız olmaqdır. Bacarıqsız, səriştəsiz olmaq. Yeni də çıxırıq. Cavab olacaq B variantı. Sonra baxaq 19-cu suala. 19-cu sualda deyir ki, as you know, sizcə burada as hansı mənasındadır? Bayaq qeyd elədim ki, iki dənə mənası var. İndi kim deyər? Burada hansı mənada işlənib? As-in hansı mənaları var? Necə dedim? Biri kimi idi, biri də çünki idi. Çünki. As you know neydi? Yo, burada çünki deyil, burada kimidir. Bildiğin Aa. kimi. Hə, tamam. Burada deyir ki, bildiğin kimi learning words in English. İngilis dilində sözlər öyrənmək is so hard, çox çətindir. What would you recommend me? Recommend nə deməkdir? Tövsiyə eləmək. Deyir ki, sən mənə nə tövsiyə edə bilərsən? Tövsiyə etmək. Bir də deyir ki, you shouldn't assign time to learn them. Assign bilirsiniz nə deməkdir? Təyin eləmək, ayırmaq, yəni vaxt ayırmaq. Deyir ki, sən onu öyrənmək üçün vaxt ayırmamalısan. Biri çıxırıq, çünki bizdən məsləhət istəyir.
2-də deyir ki, it is advisable, məsləhətlidir. To read many texts, çoxlu tekstlər oxumaq. Nə üçün? Enlarge your vocabulary. Enlarge da genişləndirməkdir. Lüğətini genişləndirmək üçün çoxlu deyir tekstlər oxu. Oxumaq məsləhətlidir. 2-ni götürürük. 3-ə baxaq. You had better write words that you don't know their meanings. Deyir ki, mənasını bilmədiyin sözləri yazmağın yaxşıdır. 3-ü də götürürük. 4-ə baxaq. You must try not to keep their meanings in your mind. Bu nota görə səhvdir. Deyir ki, sən cəhd eləməlisən ki, onların mənaların beynində saxlamayasan, yaddaşında saxlamayasan. 4-ü də çıxırıq. 5-ə baxaq. You don't have to listen short videos with subtitles. Deyir ki, alt yazılı olan qısa videolara baxmamalısan. Əgər burada don't olmasaydı, have to olsaydı 5-i götürərdik. 5-i də çıxırıq, cavab olacaq 2 ilə 3. Sonra baxırıq 20-ci suala. 20-ci sual, make-up story ümumiyyətcə hər il qəbula düşür uşaqlar. Make-up story-nin qısa qaydaları nədir? Məsələn, burada qoşa nöqtədən sonra dırnaq işarəsinin olması birinci qayda. Qoşa nöqtə qoyur, ondan sonra dırnaq açır. Məsələn, Azərbaycan dilində də deyirik, filan kəs dedi, qoşa nöqtə, onun dilindən deyilən söz o dırnağın içində yazırsan. Birinci qayda budur make-up story-də. Sonra ola bilər ki, salamlaşma ilə başlaya bilərsiniz, kiminsə doğulması ilə başlaya bilərsiniz, kiminsə haqqında ümumi bir fikirlə başlaya bilərsiniz. Məsələn, burada kralla bağlıdır, elə deyəsən ümumi fikirlə başlayır. Amma burada qoşa nöqtədən sonra dırnaqla cavab çıxır. Tutaq ki, o nağıllarda deyirsən, biri vardı, biri yox idi, filan kəs belə-belə adam idi. Belə ümumi fikirlə başlaya bilər. Salamlaşma ilə, doğulma ilə, hər hansısa bir illə başlaya bilər ya da. İndi baxaq burada. Burada qoşa nöqtədən sonra dırnaqla başlayır. Qoşa nöqtədən sonra dırnaq harda açılır? Bax. 7-də qoşa nöqtəni qoyub dırnağı harda açıb? 4-də. 7-dən sonra 4-ün olduğu bir dənə variant var. O da hansı variantdır? 7-də 4-ün gəldiyi. Bax, B variantında. 7-4-dən olduğu başqa variant var, yoxsa mən görmürəm? Məncə yoxdur. Yoxdur. Cavab elə B variantıdır. deyil. Bax, B variantına diqqət yetirsəz, dediyim kimi ümumi fikirlə başlayır. 2 ilə başlayıb. 2-də deyir ki, a king like to write stories. Kral deyir, hekayə yazmağı sevirdi. Hansı ki düşünürdü ki, çox yaxşıdır. Gördünüz, burada kral haqqında ümumi bir fikirlə başlayıb. Hər hansı bir salamlaşma və yaxud da doğulma ilə deyil. Belə ümumi fikirlə də başlaya bilər. Ya da ki, bayaq qeyd etdiyim kimi, qoşa nöqtədən sonra dırnaqla. Əgər görsəz ki, make-upda bir dənə qoşa nöqtə, bir dənə dırnaq var, avtomatik cavab odur. Əslində, ən azından dialoq şəklində olanda, məsələn, o salamlaşırlar, salam, necəsən falan, onda cavab daha rahat çıxır. Çünki sual-cavab şəklində gedir orada. Amma belə qoşa nöqtədən sonra dırnaq olmayanda, bu variantda olmayanda biraz çətin olur çıxartmaq. Amma bunun həlli yolu budur. Okeydir bura qədər bütün suallar hamıya. Bəli. Bəli. Tamam, onda hələ yarım saatımız var. Gəlin şeyi keçək. Kəmiyyət bildirən sözləri keçək. Məncə gələn dəfə göndərəcəyim quizdə var. Asan qaydadır. Çoxumuzun bildiyi bir şeydir. Deməli, bir dəqiqə PDF açım. Hamınız ilk dəfədir qoşulursunuz. Mən bəli. Mən də bəli. Səsim gəlir hamıya uşaqlar, deyəsən uzun mən atmışdı. Gəlir, bəli. Okey. Hamıda ekran görünür. Bəli. Bəli. Tamam. Gəlin başlayaq kəmiyyət bildirən sözlərə. Bayaq qeyd elədim ki, ingilis dilindən sonda 5 dənə qrammatik leksik mövzular olur. 13 dənə qrammatika keçirik və onlardan 2 dənə ya da 3 dənə sual düşür. 2 bal da baldır da, yəni onu keçmək məcburiyyətindəyik. Həmin o düşmə ehtimalı ən çox olan qaydalardan biri də kəmiyyət bildirən sözlərdir.
Kəmiyyət bildirən sözləri biz Azərbaycan dilində də bilirik ki, kəmiyyət bildirən sözləri biz niyə istifadə edirik? İsmin qarşısında gəlir və onun kəmiyyətini sayını bildirir. Məsələn, necə deyirik, bir kitab, bir neçə kitablar, bir neçə uşaqlar, bir sıra uşaqlar. İngilis dilində də eyni qaydadır. İsmin qarşısında gəlir və onun kəmiyyətini bildirir. Amma ingilis dilində biraz isim bölməsi çürüyücüdür. Çünki onlar isimləri ayırırlar. Sayılan isimlər, sayılmayan isimlər, sayılabilən cəm isimlər, sayılabilən tək isimlər. Bu anlayışlar ingilis dilində tamamilə fərqlidir. Ona görə də gəlin birinci ayıraq. İngilis dilində tək isim anlayışı nə deməkdir? Tək feil anlayışı nə deməkdir? Deməli, ingilis dilində tək isimdən tək feil anlayışı deyəndə tək isim var, bir də tək feil var. Mən uşaqlara bunu həmişə belə başa salıram. Bax, ingilis dilində isim tək olanda ardında s olmur. Məsələn, deyirəm ki, e-book düzdür. Və əgər sayıla bilən isimdirsə, qarşısında mütləq e artiklı olmalıdır. Əgər cəm isimdirsə, tək burada bir dənə də cəm yazaq. Cəmdirsə, ardına mütləq nə artırırıq? S düzdür. Tutaq ki, bir dənə də sayılmayan isim yazaq. Vote, su, sayıla bilməyən isimdir. Sayıla bilən isimlə sayıla bilməyən isimin fərqi nə oldu deməli? Sayıla bilən ismi mən həm qarşısına e artiklı ata bilirəm, həm də cəmləyəndə ardına s şəkillisini ata bilirəm. Amma eynisini heç bir şəkildə təkə və sayıla bilməyən ismə eləyə bilmərəm. Bir də ingilis dilində tək feil anlayışı var. Uşaqlar, ingilis dilində üçüncü şəxsin təkində feilin ardına hansı şəkilçini artırırıq? Məsələn, necə deyirsiniz ki, o qaçır? Yes. Yes şəkildə artır. Okey, olsun place. S şəkilçisi artırırıq, bəli. Tutaq ki, he plays oldu. Ardına S şəkilçisi artırdı. Deməli, cəm isimlə tək feil. İsim cəmlənəndə ardına S şəkilçisi artırıram. Amma feil tək olanda ardına S şəkilçisi artırıram. Tutaq ki, baxın, buradan bir dənə də cəm yazaq, bunları da ayıraq. Feil təkdə olanda olur has, feil cəmdə olanda olur have. Feil təkdə olanda olur was, cəmdə olanda olur were. Təkdə olanda olur is, cəmdə olanda olur are. Diqqət yetirsəz, tək olanların hamısının ardında s var. Bu əslində spesifik bir qayda deyil, amma mən uşaqların yadında rahat qalsın deyə belə yazıram ki, feil tək olanda həmişə ardında s olur, isim amma cəm olanda ardında s olur. Bu şəkildə ayıracaqsınız. İndi keçək kəmiyyət bildirən sözlərin özünə. Kəmiyyət bildirən sözləri ayırırlar. Sayıla bilən tək isimlə işlənən, sayıla bilən cəm isimlə işlənən, sayıla bilməyənlə işlənən. Biri də var, həm sayılanla, həm də sayıla bilməyənlə işlənən. Birinci biz baxırıq, sayıla bilən tək isimlə işlənən kəmiyyət bildirən sözlərə. Sayıla bilən tək isim deyəndə nəyi nəzərdə tutur? Bax, burada yazdığım e-book'u nəzərdə tutur. Çünki e-book həm sayılır, həm də tək isimdir. Sayıla bilən tək isim deyəndə siz heç vaxt ola vote deyə bilməzsiniz. Çünki vote sayılmayan isimdir. Yəni, burada gördüyünüz bu kəmiyyət bildirən sözləri heç bir şəkildə sayılmayan ismin qarşısına əlavə edə bilməzsiniz. Əgər sayıla bilən tək isimdən söhbət gedirsə, isimimiz də təkdə olacaq, xəbərimiz də təkdə olacaq. Bir də burada bir dənə of qaydası var ki, əgər of artırsa, qabağında mütləq z müəyyən edici artikl olur, ondan sonra isim cəmlənir, xəbər tək olaraq qalır. Niyəsini deyəcəm. Sayıla bilən tək isimlə işlənən kəmiyyət bildirən sözlər vandır, van birdir, iç də, every də, hərdir, eyzə ikisindən biridir, neyzə də ikisindən heç biri deməkdir. Əgər bunlardan sonra of z şəkilçisi gəlibsə, isim cəmdə olacaq, xəbər təkdə olacaq. Birbaşa ismin özü gəlibsə, isim də təkdə olacaq, xəbər də təkdə olacaq. Məsələn, example-lara baxsaq, deyir ki, each student, hər tələbə bax, içdən sonra birbaşa ismin özü gəldi. Birbaşa ismin özü gəldi deyə isim də təkdə oldu, xəbər də təkdə oldu. Has passed an exam. Amma gətirib bu için qabağına bir dənə of z-ni əlavə eləyəndə isim cəmdə oldu, amma xəbər tək olaraq qaldı. Siz niyə? Çünki, bax, each of the students nə deməkdir? Tələbələrin hər biri, düzdür. Sizcə mən deyərəm ki, tələbəmdən biri, yoxsa tələbələrimdən biri? Hansı düz səslənir, hansı düz çıxır? Tələbəmdən. Aha. Tələbələrimdən biri.
Niyə? Çünki mənim bir dənə tələbəm yoxdur axı. Məsələn, tutaq ki, bu dərsə neçə nəfər qoşulub? Atıram, tutaq ki, 6-7 nəfər. Mən necə deyə bilərəm ki, tələbəmdən biri? Axı burada bir dənə tələbə yoxdur. Burada bir neçə dənə tələbə var və onlardan mən birini nəzərdə tuturam. Bir neçə tələbə olduğuna görə students olur. Amma mən onun içindən bir nəfəri nəzərdə tutduğuma görə, o işi bir nəfər icra elədiyinə görə xəbərimiz tək olur. Bildiniz niyəsin of artıranda niyə elə olur? Bu eyni şəkildə one of-a da aiddir. Eyza of-a da aiddir. Bax, məsələn, one of the children nə deməkdir? Uşaqlardan biri. Nəzərdə tutduğu uşaqlardır. Amma daha doğrusu uşaqların içindən bir nəfərdir. Uşaqların içindən nəzərdə tutub deyə uşaqlar cəmdə olur. Amma bir nəfəri nəzərdə tutub deyə işi icra edən bir nəfərdir deyə xəbəri tək olur. Başa düşdünüz bu qaydanın niyəsi? Niyə of artıranda voz olur? Niyə of artıranda xəbər təkdə olur daha doğrusu? Bildiniz niyəsin? Bəli. Bir də ki, uşaqlar, burada bir dənə qeyd var, istisna var ki, everydən sonra heç vaxt of işlənmir. Yəni ki, harda görsəz ki, tutaq ki, every of students. Every of students tamamilə səhvdir. Çünki everydən sonra heç vaxt of işlənmir. İlla ki, everydən sonra of işlətmək istəyirsiniz, qabağına bir dənə ayrılıqda one artırsanız okeydir. Every one of hər biri deməkdir o da. Amma qabağında mütləq one olmalıdır və özündən ayrı olmalıdır. Əgər one-ı ona birləşik yazsaz yenə səhvdir. Çünki everyone nə deməkdir? Bu everyone nədir? Everyone əvəzlikdir. Kimsə deməkdir. Törəmə vəzliyidir. Yadınızda saxlayın ki, törəmə vəzliyindən sonra heç vaxt of işlənmir. Amma bu one ayrı olsa, onda kəmiyyət bildirən sözdən sonra adi bir one işlətmişsiniz. Elə bir ki, every one of. Hər biri deməkdir o da. Eyni şeydir. Bir də var neyza ofla eyza of ifadəsi. Neyza ofdur, eyza ofdur. Hər ikisi də iki nəfər qarşısında olan seçimdir. Neyza of da, eyza of da. Əgər harda neyza ofla eyza of gördüsə, deməli iki dənə isimdən söhbət gedir. İki dənə seçimdən söhbət gedir. Amma qaydası eynidir. Əgər neyzədən və eyzədən sonra birbaşa ismin özü gəlsə, eyni şəkildə tək isim olacaq, tək xəbər olacaq. Amma qabağına bir dənə of z artırsaz, isim cəm olacaq, xəbər yenə də tək olaraq qalacaq. Niyəsini də bildik. Çünki biz seçim qarşısındayıq, müəyyən bir seçim var qarşımızda, amma onlardan biz birini nəzərdə tutmuşuq. Ona görə isim cəm olacaq, xəbər tək olacaq. Okeydir? Okeydir bura kimi hamıya? Bəli. Tamam. Keçək ikinciyə. İkinci qayda bizdən nəzərdə tutduqları sayıla bilən cəm isimlə işlənən kəmiyyət bildirən sözlərdir. Həm sayılır, həm də cəmdir. Həm sayılıb, həm cəmlə işlənən kəmiyyət bildirən sözlər hansılardır? Fewdur, a fewdur. Fərqin sonra deyəcəm. Az, biraz deyirik biz onu, amma sonra fərqini deyəcəm. Both hər ikisi deməkdir. Several çoxdur, numerous çox deməkdir, çox sayda. Many də çox saydadır. A great many daha çox, a good many də daha çoxdur, very many də daha çoxdur. Bunların konkret bir dənə qaydası var. İsmi də cəmdə olacaq, xəbəri də cəmdə olacaq. Few ilə a few-nun fərqi nədir uşaqlar? Few ilə a few-nun fərqi odur ki, few azlıq bildirir, azlıq bildirir. Amma a few kifayət qədərdir. O nə deməkdir? Məsələn, tutaq ki, sənin 10 dənə kitabın var, mən səndən istəyirəm 9 dənə kitab. Bu a few-dur. Çünki sənin mənə verəcək qədər, kifayət qədər kitabın var. Amma sənin 10 dənə kitabın var, mən səndən 11 dənə kitab istəyirəmsə, bu few-dur. Çünki sənin mənə 11 dənə kitab verməyə kitabın çatmır. Few ilə a few-nun fərqi budur. A few azlıq bildirir, daha doğrusu few azlıq bildirir, a few çoxluq bildirir. Bu qayda eyni şəkildə little-dan a little-a da aiddir. Amma little-dan a little-ın fərqi odur ki, onlar sayılmayanla işlənir. İndi qaydada var, ona da baxacağıq. Amma bu qaydanı konkret şəkildə yadınızda saxlayın ki, few azlıq bildirir, a few amma kifayət qədərdir, çoxluq bildirir. Məsələn, tutaq ki, many-dən sonra dedik, necə isim gəlir? Sayıla bilən cəm, many tourists, çoxlu turistlər, come-dakı mənim cəm xəbərim. Azərbaycana hər il gəlir. İstəyirsiniz bunun qabağını of z artırın, heç bir şey dəyişməyəcək. Yenə isimimiz cəm olacaq, feilimiz də cəm olaraq qalacaq. Bu qayda konkret qaydadır.
Bir də mən bayaq sizə 2 dənə isimlə işlənən sözlər yazmışdım. Onlardan biri də Bosovdur. Baxın, bunu hamısını bir yerdə qeyd edin. Bosovdur, Neyzəofdur, sonra Eyzəofdur, bir də İçazə. Bunlar dördü də 2 dənə seçim qarşısında işlənir. Bosov hər ikisi deməkdir. Bu təsdiqdə işlənir, təsdiq cümlələrində işlənir. Neyzəof inkarda işlənir. Eyzəof da təsdiqdə işlənir. İçazəyə fərqi yoxdur. İçazə nə deməkdir? Bir-birini bir-birinə deməkdir. Bir-birinə. İçazə deyəndə 2 nəfərdən söhbət gedir. Amma əgər sizdə 3 və daha artığı nəzərdə tutursa, Neyzəofu əvəz eləyəcək nanov, bir dənə əvəz eləyənləri yazıram. Bir də bu içazəni əvəz eləyəcək van ənazə. Nanov heç biri deməkdir. Van ənazə yenə bir-birini bir-birinə deməkdir. Bunlar da 3 və daha artıq isim qarşısında işlənirlər. Yəni fərqləri budur. Harda qabağımıza çıxsa bilin. Düzdür, gələcəyinə bu qaydaları təkrar-təkrar çox keçəcəyik, amma indi qabağımıza çıxdı deyə dedim sizə. Deməli, harda qalmışdıq sayıla bilən cəmdə. Bosov dedi ki, 2 dənə isim qarşısında işlənir. Baxın, Bosovdan sonra gəldi sayıla bilən cəm isim, xəbər də oldu cəmdə. Bu qayda burada gördüyünüz bütün sözlərin hamısına aiddir. Hamısında olacaq isim cəm, xəbər cəm. Sonra baxırıq sayıla bilməyən isimlərlə işlənən. Sayıla bilməyən isimlərlə işlənən hansılardır? Bayaq sayıla bilən cəmlə main idi, burada oldu much. Orada few, a few idi, burada oldu little, a little. Amma tərcümələri eynidir. A large amount of olur çox miqdarda. A great deal of da çox miqdardadır. Amma a small amount of deyəndə az miqdarda nəzərdə tutur. Sayıla bilməyən isim gəlir, xəbər də tək olaraq qalacaq. Çünki yadınızda saxlayın ki, ingilis dilində əgər isim sayıla bilməyənsə, istəyir qabağında çoxluq bildirən, kəmiyyət bildirən söz olsun, xəbəri yenə tək olaraq qalacaq. Çünki bu isim sayılmır. Bax, məsələn, much bilirik ki, çox deməkdir də, düzdür. Amma money sayıla bilməyən isimdir. Avtomatik xəbəri necə olacaq? Tək olaraq qalacaq. Ümumiyyətlə, ingilis dilində sayılmayan isimlərə aid olunur valyutalardır, oyun adlarıdır, ümumilik bildirən isimlərdir. Məsələn, mebeldir, elə pulun özüdür, ümumilik bildirən sözlərdir bunlar. Sonra fənn adlarıdır. Bunlar həmişə sayılmayan isim olaraq gedirlər. Sonra istəyir qabağında of z olsun, yenə isim sayılmayandır, xəbəri də tək olaraq qalacaq. Bu qayda hamısında eynidir. Little-la a little-ın fərqi yenə eynidir burada. Little, a little yenə yazıram buradan. Little deyəndə deməli azlıq bildirəcək, amma a little deyəndə kifayət qədər. Bayaq göstərdiyim nümunə buna da aiddir. Bir də var ki, həm cəmlə, həm də sayıla bilməyən isimlə işlənən kəmiyyət bildirən sözlər. Onlar hansılardır? Some bəzi bir neçə deməkdir. More dahadır, most daha çoxdur. All hamısıdır, enough kifayət qədərdir. Sonra a lot ofdur, lots ofdur, çoxluq bildirir. Plenty ofdur, çoxluq bildirir. Azə başqa digər deməkdir. Almost all da demək olar ki, hamısıdır. Bu söz ola bilər ki, bilməyəsiniz. Almost all demək olar ki, hamısı. Bunların hamısını siz həm sayıla bilməyən isimlə işlədəcəksiniz, həm də cəm isimlə işlədə biləcəksiniz. Yəni, məsələn, siz nə deməkdir o? Tutaq ki, siz samdan sonra həm books yaza bilərsiniz, amma mütləq cəm isim. Siz samdan sonra həm də water yaza bilərsiniz. Eyni şəkildə bu qayda hamısına aiddir. Həm cəm ismi aid eləyə bilərsiniz, həm də sayıla bilməyən ismi aid eləyə bilərsiniz. Özündən sonra əgər cəm isim gəlsə, xəbəri cəm olaraq qalacaq. Sayıla bilməyən isim gəlsə, aydın məsələdir ki, xəbərimiz tək olacaq. Sonra burada plenty of ifadəsi var. Yadınızda saxlayın uşaqlar, a plenty of deyə bir şey yoxdur. Plenty of ifadəsi düzdür, amma a plenty of ifadəsi yoxdur ingilis dilində. Bax, məsələn, bayaqkına aid bəzi nümunələr burada da var. Enough dedik ki, həm sayılanla işlənir, həm sayıla bilməyənlə. Bax, enough books. Həm gəldi cəm isim, vet nə deməkdir? Buğda. Buğda sayıla bilməyən isimdir. Some decisions. Decisions qərarlar deməkdir. Amma sand qumdur. Sayıla bilməyən isimdir. Plenty of-dan sonra sayıla bilən cəm gəldi. Schools məktəblər. Amma will mal ətidir. Mal əti sayıla bilməyən isimdir. Ümumiyyətcə, ət heç biri sayılmır. Ət sonra meat var. Sonra beef var, mal əti. Mutton var, qoyun əti. Sonra bacon var, donuz əti. Bunların hamısı sayıla bilməyən isimdir. Sayıla bilməyən.
Harda görsəz bilin ki, qabağında sayıla bilməyən kəmiyyət bildirən söz işlənir. Sonra bəzi ifadələr var ki, yoldaşlar, FU ilə a little ilə işlənir. Onlar hansılardır? Burada uzun şəkildə yazılıb. Mən sizə qısa şəkildə qeyd kimi yazıram. 3 dənə söz var. Only'dir, just'dır, bir də quite'dır. Bunlardan sonra yadınızda saxlayın ki, eyli birləşmələr gəlir. Eyli birləşmələr dediyim də nədir? A little, bir də FU. Yəni, only'dən sonra mütləq qabaqlarında bu a artiklı olmalıdır. Harda gördünüz ki, only few səhvdir, just few, quite few bunlar səhvdir. Only ilə just olanda azlıq bildirir. Yəni, only a few ilə just a few, few-yə bərabərdir. Hansı ki, bayaq qeyd elədim ki, few azlıq bildirir. Amma quite a few tamamilə çox deməkdir, çoxluq bildirir, many-yə bərabərdir. Bu eyni şəkildə little-a da aiddir. Yəni, harda gördünüz ki, only a little, just a little bu azlıq bildirir. Azlıq bildirən də little'dır, a-siz olan. Quite a little olanda tamamilə çox, çoxluq bildirir, maça bərabərdir. Eyni şəkildə only little'dır, just little'dır, quite little'dır. Bunlar səhvdir. Bura qədər hamıya okeydir. Bura kim sual var, yoldaşlar? Bozov inkarda işlənilə bilər. Yox, Bosov həmişə təsdiq cümlələrində işlənir. Boz heç vaxt inkar cümləsində işlənmir. Çox sağ ol. Buyurun. Sonra bir də burada var more. More uşaqlar həm sifətdir, more həm də kəmiyyət bildirən sözdür. Bəs biz hardan biləcəyik ki, more kəmiyyət bildirən sözdür, yoxsa sifətdir? Buradan qısa şəkildə sizə yazıram. Əgər kəmiyyət bildirən söz, belə qısa şəkildə yazıram, sonra more, sonra isim gələrsə, onda bu sifət more'dur. Yəni, daha başqa mənasını bildirir. Niyə? Example verəcəm indi. Bax, məsələn, kəmiyyət bildirən söz atıram. Birini yazıram ki, to, 2, sonra yazıram more, sonra yazıram pens. Daha 2 qələm. Burada more cümlənin mənasında, məzmununda heç bir dəyişiklik eləmədi də, düzdür. Mən bu more'u buradan götürsəm, to pens eləsəm, yenə də söhbət 2 dənə qələmdən gedir də. Deməli, burada more hansı mənadadır? Sifət mənasında və yaxud da ədat mənasında. Sadəcə gücləndirmək məqsədilə istifadə olunur. Amma əgər more'dan sonra birbaşa ismin özü gəlsə, biz bayaq dedik ki, more necə isimlərlə işlənir? Həm sayılan cəmlə, həm də sayılmayanla. Tutaq ki, more'dan sonra birbaşa pens gəlsə, more pens, daha çox qələmlər və yaxud da more water, daha çox su. Əgər birbaşa isim özü gəlsə, deməli bu more hansı more'dur? Kəmiyyət bildirən söz more'dur. Çünki ismin kəmiyyətini dəyişiklik eləyir. Mən bu more'u buradan götürsəm, avtomatik bu pens, biri var daha çox qələmlər, biri də var qələmlər. Daha çox qələmlər deyəndə qələmlərdən üstün bir şey nəzərdə tutulur, düzdür? Daha çox qələmdən söhbət gedir. Amma mən more'u orada götürsəm, kəmiyyətdə azlıq olur. Deməli, more'dan sonra birbaşa ismin özü gəlsə, olacaq kəmiyyət bildirən söz. Amma əgər more kəmiyyət bildirən sözlə ismin arasında işlənsə, onda olacaq ədat. Yəni, sadəcə gücləndirmək məqsədli istifadə olunan bir söz. Bu qaydanın çox da önəmli deyil, amma fərqini biləsiniz deyə dedim. Bax, məsələn, more experience, daha çox təcrübə. More'dan sonra birbaşa ismin özü gəlib. Birbaşa ismin özü gəlibsə, bu kəmiyyət bildirən sözdür. More money, daha çox pul. Həm sayılmayan isimlə işləndi. Birbaşa ismin özü gəldi, kəmiyyət bildirən sözdür. Workers, işçilər, kəmiyyət bildirən sözdür. Achievements, uğurlar, kəmiyyət bildirən more'dur. Burada ümumiyyətcə mən dediyimi heç yazmayıblar. Yəni, ədat olan more'u yazmayıblar. Bir dənə bu şəkildə yadınızda saxlayın ki, more'dan sonra həm cəm isim gələcək, həm də sayıla bilməyən isim gələcək. Bir də ki, ən önəmli qaydalardan biri soyla saçın fərqidir. Soyla saçın da fərqinə baxaq, məncə qutaracaq. Soyla saçın fərqi nədir uşaqlar? Bir dənə məqamı tutsanız çox asandır. Elə ki, soyla saç bir-birinin əksidir. Sodan sonra həmişə sifət gəlir, saçdan sonra həmişə isim gəlir. Sodan sonra zərf də gələ bilər, sifət də gələ bilər. Yəni, həm zərf gəlir, həm də sifət gəlir. Sodan sonra heç vaxt birbaşa isim gələ bilməz. İsmin birləşmə gələ bilməz. Saç da onun əksidir. Saçdan sonra da birbaşa sifət gələ bilməz. Zərf və yaxud da sifət gələ bilməz.
Deməli, birinci soya baxaq, sonra saça keçərik. Bax, məsələn, so kind ifadəsi. So saç ümumiyyətcə ikisi də elə belə deməkdir. Belə mehriban. Əgər siz götürüb orada so'dan sonra birbaşa yazsaz ki, so boy. Bu ifadə səhvdir. Çünki niyə? Biz dedik ki, so'dan sonra isim gəlməz. Siz orada götürüb yazsaz ki, so kind boy, tutaq ki, belə mehriban oğlan, yenə səhvdir. Çünki kind boy nədir? İsmi birləşmə. So'dan sonra isim də gələ bilməz, ismi birləşmə də gələ bilməz. Saç da bunun əksidir. Saçdan sonra da isim gələcək, birbaşa sifət gəlməyəcək. Bax, məsələn, saç boy, belə oğlan. Bir də uşaqlar, yadınızda saxlayın ki, əgər saçdan sonra gələn isim sayıla bilən isimdirsə, mütləq qabağındakı bu artiklı olmalıdır. Əgər variantda görsəz ki, yazıb ki, saç boy, bu ifadə səhvdir. Çünki qabağında artiklı yoxdur. Əgər isim sayıla bilirsə, mütləq artiklını ora qoymalısınız. Saçdan sonra sifət, sonra isim gələ bilər. Biz əslində bayaq qeyd elədik ki, saçdan sonra sifət gəlməz. Sifət o təqdirdə gələ bilər ki, həmin o sifət özündən sonraki ismə aid olsun. Saç clever boys, belə ağıllı oğlanlar. Əgər mən oradakı boys'u götürsəydim, eləcə saç clever yazsaydım, həmin ifadə səhvdir. Çünki saçdan sonra birbaşa sifət gəlməz. Amma sifət gəlib sonra isim gəlsə, özündən sonraki ismə aiddir deyə saçdan sonra sifət gələ bilər. Bax, belə yadınızda saxlayın. Əgər saç olan ifadədə yolun sonunda isim varsa, qabağında istəyir 1000 dənə sifət olsun, 1000 dənə zərf olsun, həmin ifadə düzdür. Bax, məsələn, saçdan sonra gəlib badly, zərf. Belə pis şəkildə printed, çap olunmuş sifət. Bu, amma oje nə oldu? İsim. Deməli, bu pis şəkildə olanda, printed olanda ikisi nəyə aid imiş? Bu yolun sonundakı ismə. Yolun sonundakı ismə aidsə, deməli bu ifadə nədir? İsmi birləşmə. Deməli, saçdan sonra isim gəlir, ismi birləşmə gəlir. Amma so'dan sonra ancaq sifət gəlir, ancaq zərf gəlir. So'nun bir dənə istisnası var ki, həmin o istisna nədir? Siz tutaq ki, deyirsiniz ki, mən so'dan sonra isim yazmaq istəyirəm. 4 dənə kəmiyyət bildirən söz var, onlar hansılardır? Many'dir, few'dur, much'dır, bir də little'dır. Əgər so'dan sonra bu kəmiyyət bildirən sözlər gəlibsə, onda isim yaza bilərsiniz. Aydın məsələdir ki, many ilə few cəm isimlə işlənir, much'la little da sayıla bilməyən isimlə işlənir. Yəni, tutaq ki, məsələn, yazıram ki, so many girls. Belə çoxlu qızlar. Bu ifadə düzdür. Normalda biz demişik ki, so olan ifadədə isim olmaz. Amma əgər bu 4 dənə kəmiyyət bildirən söz ora yazmışsınızsa, okeydir. Və yaxud da yazıram ki, so much milk. Belə çox süd. Much necə isimlə işlənir? Sayılmayan. Ortada bu kəmiyyət bildirən söz olduğuna görə bu ifadə düzdür. Bu 4 dənə kəmiyyət bildirən sözdən istifadə eləmişsinizsə, so'dan sonra isim istifadə edə bilərsiniz. Başqa heç bir təqdirdə so'dan sonra isim gələ bilməz. Saçdan sonra da gələn yeganə kəmiyyət bildirən söz a lot of'dur. A lot of da necə isimlə işlənir yoldaşlar? Bayaq qeyd elədik. Həm sayılan, həm sayılmayan. Bəli, həm sayılan, həm sayılmayan. Yəni bu a lot of-dan sonra siz bura həm yaza bilərsiniz ki, girls, qızlar. Siz bura həm də yaza bilərsiniz ki, milk və yaxud da süd. Sayıla bilməyən isim və yaxud da sayıla bilən cəm isim. Hər ikisini də istifadə edə bilərsiniz. So ilə saçın fərqi budur. So ilə saçın fərqi hamı okeydir. Tutduğu hamı fərqi nədir? Bəli. Bax, bu saçdan sonra saç many ifadəsi yoxdur. Saç few olmaz, saç much, saç a lot. Belə ifadələr səhvdir. Bir də a lot ifadəsi var ki, a lotdan sonra heç vaxt isim gəlməz. Əgər a lotdan sonra isim yazmaq istəsə, qabağında mütləq bu of olmalıdır. Özündən sonra isim gəlməyən ifadələri də yazım, yekunlaşdıraq. A lotdur. Sonra else ədatıdır. Törəmə vəzikləridir. Törəmə vəziklər. Törəmə vəziklər ümumiyyətcə nədir? Kim bilir törəmə vəziklər nə deməkdir? Törəmə vəziklər bilirsiniz nə deməkdir? Everyone, sonra nothing, everything. Bunlar törəmə vəziklərdir. Keçəcəyik inşallah onlarda. Bir də azəsdən azəsdir.
Bunlardan sonra isim gəlməz. Plus isim harda görsə səhvdir. Azəsi, azəs başqaları deməkdir. Bunlar həmişə mübtəda rolunda işlənirlər, başqaları. Bunlardan sonra isim olmaz. Bura kimi hamı okeydir. Bəli. Mənəm. Bəs o birlərə? Mənə də. Tamam. Bir də ki, bir dənə də qayda qaldı. Onu da deyim qutaraq. Little uşaqlar biz indiyə kimi keçdik, kəmiyyət bildirən söz kimi düzdür. Amma little-ın həm də hansı mənası var? Balaca mənasında sifəti var, düzdür. Bəs mən necə aid eləyəcəm ki, bu sifət little-dır, yoxsa kəmiyyət bildirən little-dır? Onu necə aid eləyəcəyik? Əgər həmin little so-dan sonra gəlibsə, heç burada yazmayaq, çünki qaydada qeyd olunub, üstündə göstərək. Əgər həmin little so-dan sonra gəlibsə, məsələn, bax burada birincidəki kimi. So little üstəgəl sayıla bilməyən isim, bilmirəm, ortaya bu fırana nə düşdüsə qələmim işləmədi. So-dan sonra so little olsa, biz bayaq dedik ki, so-dan sonra gələn little hansı little-dır? İncə demədik, so-dan sonra gələn little hansı little idi? Bəs başa düşmüşdünüz? Kəmiyyət bildirən sözdür də. Kəmiyyət bildirən söz kimi little-dan sonra necə isim işlənir? Bunu bağlayayım, təzədən açım. Siz amma mənə cavab verin. Little kəmiyyət bildirən söz kimi özündən sonra necə isim gəlir? Sayılmayan tək isim. Bəli, sayıla bilməyən tək isim. Onda deməli so-dan sonra little gəlibsə, özündən sonra necə isim gələcək? Sayılmayan tək, düzdür? Hə, okey. Bax, so-dan sonra little gəlibsə sayıla bilməyən isim gələcək. Çünki biz bayaq qeyd elədik axı, so-dan sonra 4 dənə kəmiyyət bildirən söz işlənirdi. Little idi, much idi, many idi, bir də few idi da. So-dan sonra gələn hansıdır? Kəmiyyət bildirən söz. Özündən sonra necə isim gələcək? Sayıla bilməyən. So little information. Information sayılmayan isimdir. Amma əgər saçdan sonra little gəlibsə, onda bu hansı little olacaq? Sifət little. Çünki biz bilirik ki, saçdan sonra kəmiyyət bildirən söz kimi little gəlmir. Əgər little gəlibsə, o hansı little'dır? Sifət. Sifət little'dırsa, özündən sonra necə isim gələcək? Cəm isim. Niyə cəm isim gəlir? Çünki mən bayaq qeyd elədim ki, əgər saçdan sonra isim gəlirsə, əgər özündən sonra gələn isim də sayıla bilən isimsə, qabağında mütləq nə olmalıdır? E olmalıdır. Deməli, bu E nəyin esidir? Bu house-un esidir də, düzdür? Saçdan sonra gələn little-da, a little-da ikisi də balaca mənasında işlənən sifətdir. Amma so-dan sonra gələn little kəmiyyət bildirən sözdür. Necə aid eləyəcəyik? So-dan sonra gələn həmişə kəmiyyət bildirən sözdür və sayıla bilməyən isimlə işlənir. Saçdan sonra gəlibsə, deməli özündən sonraki ismə aiddir. Deməli, bu little-ın qabağındakı E nəyin esidir? Kim deyər? Bu E nəyin esidir, uşaqlar? İsmin. Tək isimdə. Ay, sağ olun. Özündən sonra gələn tək ismin. Yəni, bunun kəmiyyət bildirən elitlə heç bir əlaqəsi yoxdur. Qabağında E artiklı varsa və saçdan sonra gəlibsə, ismin esidir. Okeydir bu qayda hamıya. Bəli. Bura kimi sual var? Mən ayrı sual versəm olar. Bir dənə. Bəli. Məsələn, mənim testlərdə match bilirik ki, sayılmayan tək isimlərlə işlənir, many sayılan cəm isimlərlə. Amma birdən testlərdə olur ki, match, many bir testdə olur. Onu necə fərqləndirək? Bir variantda Heç yazırlar. vaxt- Match, Heç many. vaxt elə şey ola bilməz. Ola bilər ki, iki Axılar dənə burada olurdu, boşluq ona görə olsun. soruşuram. Ola bilər iki dənə boşluq olsun. Biri birinci boşluğa aid olsun, biri ikinci boşluğa aid olsun. Amma heç vaxt matchla məni bir-birinə əvəz eləyə bilməz. Hə, tamam. Oldu. Oldu. Yəqin ki, testdə səhvlik olub. Ola bilməz Ola heç bilər. vaxt. Oldu. Başqa kiminsə sualı var? Yoxdursa uşaqlar, bugünlük bu qədər. Mən sizə indi lüğət göndərəcəm. B1 səviyyə. Biraz asan səviyyə göndərəcəm.
Həmin o lüğəti öyrənəcəksiniz. Gələn dərsdə yenə deyirəm, mikrofonu açıracam, hamınızdan bir-bir soruşacam verdiyim sözləri. Çünki mənim dərsdə ən diqqət elədiyim şey söz bazasıdır. Yəni bu qayda falan o qədər də rol oynamır da sizdə. Ən çox rol oynayan söz bazasıdır. Readinglərin üstünə çox düşün, onsuz yayda da evdəsiz. Readinglərin üstünə düşün, çoxlu reading işləyin, listening işləyin, qulağınız eşitsin ki, yəni yayda da əziyyət çəkirsiniz, qoşulursunuz. Sentyabrda gələn uşaqlardan sizin fərqiniz çox olmalıdır. Verdiyim tapşırıqların hamısını bir-bir həll edirsiniz. Elə bilməyin ki, onlayn yanınızda deyiləm, görmürəm. Mən hiss edirəm uşaq eləməyəndə, həll eləməyəndə. Gələn dəfə hamımızdan bir-bir tapşırıqların həllini istəyəcəm. Evə bir dənə də quiz atacağam. Onun həllinə də gələn dəfə baxacağıq. Qalan nə lazımsa hamısını qrupumuza yazacağım. Bugünlük bu qədər. İnşallah 3-cü gün görüşərik. Gecəniz xeyrə. Sağ Sağ olun ol. müəllim. Sağ ol. Anladım. Sağ olun, görüşərik.